Yavrum. Salam uşaqlar. Bugünkü mövzumuz eksogen mənşəli relyef formalarıdır. Eksogen. Eksogen mənşəli relyef formaları nə deməkdir? Yəni, yerin xarici qüvvələrin təsiri ilə formalaşmasıdır. Bəs bu xarici qüvvələrə nələr aiddir? Bunları bir-bir danışaq. Qüvvələr. Xarici qüvvələrə yerin səthinə təsir edən günəş, çaylar, külək, buzlaqlar, yeraltı sular, dəniz dalğaları və sairəni aid edə bilərik. Bunların hər birini geniş formada müəyyən izahları var. Birinci başlayaq aşınmadan. Aşınma. Aşınma sözünün mənası parçalanma, dağılma deməkdir. Parçalanma və dağılma. Dağılma. Bu parçalanma, dağılma, bəs nəyin təsiri ilə baş verir? Bu təsir elədiyi səbəblərə görə aşınmanın üç növünü araşdıracağıq. Birinci növ fiziki aşınmadır. İkinci üzvi və ya buna bioloji aşınma da deyirlər. Bioloji aşınma və kimyəvi aşınma. Fiziki aşınma nədir? Fiziki aşınma günəşin yer səthini qeyri-bərabər qızdırması ilə deyək. Yəni günəşin həddindən artıq qızdırması və yaxud da ki, gecə soyuğun baş verməsi ilə, növbələşməsi ilə, temperaturun təsiri ilə baş verir. Fiziki aşınmaya yazacağıq, temperaturun nəticəsində baş verdi. Fizikadan bildiyimizə görə bütün cisimlər istidə genişlənir, soyuqda isə sıxılır. Bu proses davamlı olduğu üçün temperatur istinəndə suxurlar genişlənir. Gecə həddindən çox soyuq olanda bu suxurlar sıxılır. Buna görə də həmin ərazidə olan suxurlar başlayır parçalanmağa. Artıq buna deyəcəyik fiziki aşınma. Bəs temperaturun kəskin dəyişməsi, yəni həddindən artıq isti və ya həddindən çox soyuq olması hansı zonalarda təsadüf olunacaq? Əsasən səhra və yarım səhra zonalarında biz bu prosesin daha intensiv olduğunu görəcəyik. Deməli, bizə sual düşə bilər ki, fiziki aşınma harada daha intensiv gedir? Biz bura yazacağıq səhra və yarım səhra zonaları. İndi isə keçək danışaq üzvi və ya bioloji aşınmadır. Biz bilirik ki, bio sözünün mənası nə deməkdir? Canlı. Demək, üzvi və bioloji aşınma canlıların təsiri ilə baş verən aşınma növü olacaq. Bəs bu canlılara nələr daxildir? Bitkilər daxildir. Bura heyvanlar daxildir. Heyvanlar, həşərat. Daha sonra bura bakteriya, göbələk və sairəni aid eləyə bilərik. Bu canlılar suxurun tərkibində hərəkət elədikləri müddətdə, məsələn, bitkini nümunə götürək, bitki inkişaf elədikcə kök uzluqlarından turşular ifraz eləyir ki, bu da suxurların parçalanmasına, dağılmasına təsir eləyir. Bu da orada aşınmanın yaranmasına səbəb olur. Üzvü aşınma bəs hansı enliklərdə olacaq? Deyəcək, canlıların daha çox yaşadığı münbit iqlim şəraitinin olduğu enlikləri götürə bilərik. Bəs bu enliklər hara olacaq? Əsasən ekvatorial və mülayim enliklər olacaq ki, burada mülayim. Aha. Çünki bu hissədə biokütlə zəngindir. Yəni, bitki və heyvanlar aləmi zəngin olduğu üçün həmin ərazilərdə avtomatik olaraq bioloji aşınmanı görə bilərik. Növbəti aşınma növümüz kimyəvi aşınmadır. Kimyəvi aşınma isə rütubətli ərazilərdə olacaq. Rütubət. Yəni, bu suyun təsiri ilə baş verən aşınmadır. Bəs rütubətli ərazilərdə suyun aşındırması hansı suxurlara daha çox təsir eləyəcək? Deyəcək, suda daha tez həll ola bilən suxurlara. Yəni, bura dolomiti aid eləyə bilərik. Dolomit. Daha sonra mergel və yaxud da təbaşir. Və s. Bu kimi suxurlar bildiyimizə görə suda həll olur. Ona görə də boşluqlar, parçalanmalar yaradır. Həmin ərazi yuyulub gedir. Bu da məhz kimyəvi aşınmanın yaranmasına səbəb olur. Bəs rütubətli ərazilərimiz haralardır? Yenə burada ekvatorial və mülayim enliklərin adını çəkə bilərik. Ekvatorial və mülayim zonanın adını çəkmək olar ki, burada bizim
kimyəvi aşınmamız daha aktiv olacaqdır. Bir də uşaqlar, üzvü aşınma, yəni bioloji aşınmaya təkcə siz ekvatorial və mülayim enişlərlə yetinməyin. Bəzən, məsələn, bura siz tropik bir meşə sala bilər, rütubətli tropik meşələri və yaxud da ki, musson meşələrini sala bilər. Meşənin, yəni meşə adı varsa, orada canlılar aləmi zəngin olacaq. Ona görə həmin zonaları da götürə bilərsiniz. Yəni, konkret ekvatorial və mülayim axtarma. Cavab da o olmasa, biz digər zonanın rütubətli meşələrini də götürmüş ola bilərik. Bir də var şaxta aşınması. Bunu da izah eləyək. Bu şaxta aşınması əslində fiziki aşınmanın bir növünə daxil olur. Şaxta aşınması. Bundan bir qısaca araşdıraq. Şaxta aşınması nədir? Bəzi ərazilərdə su suxurun içərisinə daxil olur. Su suxura daxil olur və gecə həmin ərazidə hava başlayır soyumağa. Hava soyuyanda su yeganə belə deyək də, elementdir ki, təbiətdə olan bütün fiziki qanunlara kənar, belə deyim də, qarşı çıxır. Məsələn, bunlardan qarşı çıxdığı fiziki qanun nədir? Biz bilirik ki, bütün cisimlər istidə genişlənir, soyuqda sıxılır. Su bunun əksi xüsusiyyəti göstərir. Bu bunun anomaliyasıdır. Su soyuqda genişlənir, öz həcmini 90%-ə qədər artıra bilir. 90%-ə qədər artıra bilir. İşıqlar, belə deyək, günəşin ilk işıqları ilə havanın istinməsi ilə əlaqədar olaraq o buz əridikcə artıq suyun həcmi başlayır kiçilməyə. Deməli, su gecə suxurun içərisində olanda hava soyudursa, başlayır həmin su daha doğrusu donmağa, donduqca öz həcmini genişləndirir, məcbur suxuru başlayır kənarlara doğru itələməyə. Sabah günəş şüaları artdıqca, istilik temperatur qalxdıqca artıq o buzun əriməsi nəticəsində suxurlar sanki suyun üzərinə bir də yenidən yapışmış olur da, yəni çökür aşağıya. Bu da şaxta aşınmasının baş verməsinə səbəb olacaqdır. Bu bizim aşınmamız idi. İndi keçək digər eksogen proseslərdən olan çaylara. Çaylar. Çayların dağıdıcı xüsusiyyətinə biz deyəcəyik eroziya. Eroziya iki cür olacaqdır. Nəyə görə? Çünki bizim çaylarımız konkret bir ərazidən axmır. Relyef olaraq müəyyən fərqliliklər var. Məsələn, dağlıq ərazilərdən axan çaylar var, bir də düzən ərazilərdən axan çaylar var. Dağlıq ərazidən axan çaylar meyillik daha çox olduğu üçün, belə deyək, meyilli ərazidir. Ona görə çaylar dibini parçalaya gəlir, dibini yonur. Buna deyəcəyik dib eroziya. Dağ çayında oldu demək dib eroziya. Biri də var düzən ərazi. Düzən ərazilərdə artıq çay yavaş-yavaş, belə deyək də, daha sürətlə getmir də. Çünki burada meyillik zəifdir. Ona görə də asta-asta axdığı üçün dibi deyil, yanlara doğru yumanı aktivləşdirəcəkdir. Buna da biz deyəcəyik yan eroziya. Demək, dib eroziya bildik dağlarda oldu, meyillik daha çox oldu. Bunları elə qeyd eləyək. Dağlarda oldu, yan eroziya isə yazırıq düzəndə oldu, düzən. Dib eroziya yazacaq, meyillik çoxdur, meyillik çox, amma yan eroziyada meyillik daha az olacaqdır. Üçüncü isə bunların yaratdığı formaya baxaq. Dib eroziya daha iti axdığı üçün əsasən V şəkilli dərə yaradır. Amma yan eroziya kənarlara doğru yuma prosesi aktiv olduğu üçün burada əsasən bu şəkilli yaranmış olacaqdır. V şəkilli dərələrin yarandığı hissələrdə dağ çayı əsasən bərk suxurların olduğu hissədən keçib gəlir. Bərk suxur. Yəni maqmatik və metamorfik suxurlar. Biri də var ki, bəzi ərazilərdə, dağlarda yumşaq suxurlar, yəni çökmə suxurlar üstünlük təşkil edir. Artıq burada dağ çayı V şəkilli deyil, kanyonvari dərələr əmələ gətirir. Kanyonvari. Deməli, burada özəllik nə oldu? Suxurun fərqlənməsi. Kanyonvari dərədə çökmə suxurlar üstünlük təşkil etməlidir. Çökmə suxur, yəni yumşaq suxurlar. Amma V şəkilli dərədə bərk suxurlar. Gəlin Azərbaycanla müqayisə edək. Azərbaycanda biz bilirik ki, Böyük Qafqaz hissəsində çökmə suxurlar üstünlükdür təşkil edir. Ona görə Böyük Qafqazdan axan çaylar əsasən kanyonvari dərələr əmələ gətirir. Amma Kiçik Qafqazdan axan çaylarımız bərk suxurların olduğu yerlərdən keçdiyi üçün burada V şəkilli dərələr yaradır. Bunu da yadımızda saxlaya bilərik. Bu bizim çaylarımıza aid olan xüsusiyyət. Bu çayın dağıdıcı xüsusiyyətidir. Demək, çayın suxuru dağıtması, parçalaması nə adlandı? Eroziya adlandı və iki yerə böldük. Qeydlərinizi diqqətlə götürərsiniz. Bəzi ərazilər var ki, burada uşaqlar, baxın,
yan eroziya olur. Bir müddət keçəndən sonra dib eroziya aktivləşir. Bir müddətdən sonra yenə yan, dib, yan, dib. Bu formada yan və dib eroziya bir-biri ilə növbələşir. Növbələşən zaman biz burada pilləkənə bənzər bir forma görəcəyik, pilləvari. Bu pilləvari formaya terras deyiləcək. Terras. Bunu da testlərə salırlar. Bu forma görsək, bunun adı olacaq terras. Bu çayın dağıdıcılığıdır. Bəs gəl görək çaylar yaradıcı necə bir funksiyası var? Çaylar gəldiyi hissədə özü ilə bərabər il ərzində çoxlu material gətirir, çöp gətirir, nə bilim axı, cildi, çaqıldı, çınqıldı, gətirir də özü ilə materialları. Mənsəbdə, yəni çıxdığı, töküldüyü hissədə başlayır o materialları toplamağa. Bir müddətdən keçəndən sonra çayın bu mənsəb hissəsinin hündürlüyü qalxmış olur. Məcbur çay, bu düzən çay, bunu keçə bilmir bu maneəni. Ona görə gəlib bu maneənin ətrafından dolaşıb müəyyən qollara bölünür. Bu formada müəyyən qollara bölünürsə, çayın mənsəbində yaranan bu görüntüyə biz delta deyəcəyik. Deməli ki, çayın yaradıcı formalarından biri olacaqdır deltalar. Bir də bəzən dağlıq ərazidən, bu dağdır, düzən əraziyə çıxan hissələrdə çay gəlir, artıq düzənə çıxanda, belə deyim, sürəti zəifləyir. Ona görə gəlir, bütün materialları burada toplayır. Burada topladığı üçün, burada yəni dağdan düzənə çıxan hissədə yaratdığı formaya biz deyəcəyik gətirmə konus. Gətirmə konus. Gətirmə konuslar, demək bir də yadda saxlayırıq, dağdan düzənə çıxan hissədə, çayın sürətinin zəiflədiyi zonalarda materialların toplanması nəticəsində yaranır. Gətirmə konuslarda Azərbaycanda da bir sıra düzənliklərdə rast gəlinəcək. Məsələn, nümunə göstərə bilərik bura. Qarabağ düzü, Gəncə, Qazax düzünü misal göstərmək olar, Lənkəran düzünü misal göstərmək olar. Bu kimi zonalarda, məsələn, Qanıqəri çayıdır ki, gətirmə konusları rahatlıqla biz görə bilərik. Növbəti danışacağımız proses isə olsun meandrlar. Çay düzən çayından söhbət gedir əlbəttə ki, düzən çaylarının dedik ki, sürəti zəif olur, eləmi? Zəifdir. Bu sürəti zəif olan çay gəlir, bəzən qarşısında böyük, belə deyim də, keçilməz bir maneə, möhkəm bir suxurma olsun, nəsə böyük bir maneə olur. Bu maneəni ötüb buradan keçə bilmir, X qoyur. Bəs nə edir? Bu çay bu maneənin ətrafından dolaşıb, ətrafından hərəkət eləyir. Burada da maneə varsa, bu dəfə də bunun ətrafından dolaşıb hərəkət eləyəcəkdir. Bu zaman yaranan bu əyri-üyrü forma var, belə deyək, bu meand əgər şey olsa, maneələrin olduğu zona. Bu çay bu maneələrin arasından keçir ki, yaratdığı bu formaya biz deyəcəyik meandr. Əsasən harda görəcəyik? Düzən ərazilərdə. Bu da belə getmiş oldu. İndi növbəti araşdıracağımız ifadə olsun arid denotasyon relyef formaları. Arid denotasyon, arid denotasyon. Denotasyon. Biz keçən dəfəki mövzulardan bilirik ki, denotasiya sözünün mənası parçalanma deməkdir. Parçalanma. Arid sözünün mənası isə isti və quru ərazidir. İsti, quru ərazi. Yəni, gəlin toparlayaq. İsti və quru ərazilərin parçalanmasından söhbət gedəcək. İsti və quru ərazilərdə parçalanan relyef formaları necə adlanacaq? Gəlin, bunlara baxaq. Birinci, müəyyən bir quru ərazi təsəvvür eləyin. Həmin ərazidə müəyyən bir müvəqqəti axarın vasitəsilə həmin zona, belə deyək, başlayır, yağış yağır. Yağışdan sonra həmin ərazidə müəyyən bir şırımlar açılır ki, meyilli tərəfə doğru o yağıntının istiqaməti formalaşır və axır gedir. Bu ilkin mərhələyə, bu yerdə olan cızıqlara deyəcək şırım. Nəyin təsiri ilə yarandı? Müvəqqəti axarların, yəni sellərin təsiri ilə. Axı, ərazimiz də isti və quru ərazidir. Bir müddətdən sonra günəşin təsiri ilə bu şırımlar başlayır istidə axı dedik, parçalanır, genişlənir. Bu şırımların sahəsi get-gedə qalınlaşır, enləndi. Bu şırımlar get-gedə qalınlaşır, enlənir. Növbəti dəfə də artıq yenə bir sel hadisəsi baş verirsə, daha enli bir hissədən baş verəcəkdir getməsi. İkinci mərhələdə başqa bir relyefə çevrilmiş olacaqdır. Artıq bu ikinci mərhələyə deyəcəyik yarğan. Üçüncü mərhələdə isə yenə bu isti quru ərazilərdə bu, belə deyək də, şırımdan yarğana çevrilmiş zonaları artıq, belə deyək ki, müəyyən kollar, kiçik-kiçik
Çol deyək əslində, ağac da yox. Çolluqlar basır ki, artıq bu üçüncü mərhələdə çevrilir olur qobu. Qobu. Yenə təkrarlayıram. Müvəqqəti axarların vasitəsilə quru və isti ərazilərdə ilkin yaranan relyef forması şırım adlanacaq. Daha sonra bu şırımlar genişlənərək çevriləcək yarğanlara, yarğan. Üçüncü mərhələdə bu yarğanların sahəsi genişlənir və həmin ərazini çol-ços basır ki, bu zamanda çevrilir olur qobu. Bu da bizim arid denudasiyan relyef formalarına aid nümunələrimizdir. Arid denudasiyan relyef formaları əsasən səhra və yarım səhralarda aydın məsələlər kimi müşahidə olunacaqdır. Bu səhra və yarım səhralarda belə deyək də, o qədər torpaqlar pis vəziyyətdədir. Yəni məhsuldarlığı aşağıdır, suyu yoxdur, rütubətlənməsi aşağıdır. Ona görə bu ərazilər başlayır əkinə yararsız torpaqların sahəsi genişlənməyə. Bu əkinə yararsız torpaqlara biz deyəcəyik badland. İngilis dilindən bilirsiniz ki, bad pis deməkdir. Land isə torpaq mənasına gəlir. Yəni isti və quru ərazilərdə gilli suxurların olduğu zonalar əkinçilik üçün yararsız olur ki, bunlar da adlanacaq badlandlər. Bu qədər. İndi isə danışaq. Yeraltı suxurların, əslində bayaq dedik, üzvə aşınmanın olduğu zonalardan suların aşındırmasıdır. Bunun bir də yerin altına təsir edən hissələri var. Bunu geniş məlumatını verək. Yeraltı suların yumşaq suxurlar, adını bayaq dediyimiz əhəng daşıdır, dolomitdir, gipsdir, mergeldir və s. Bunları həll eləməsi artıq adlanır karst prosesi. Karst prosesi. Karst prosesi nəticəsində yerin altında, axı deyirik yeraltı suların təsirilə, demək yerin altından gedən bir prosesdir bu karst prosesi. Yerin altında bu sular suxuru özündə həll edib yuyur aparır. Yerin altında onca boşluqlar yaranır. Artıq bu boşluqlara ad verəndə deyirik karst mağaraları. Mağarası. Karst mağaralarının ikinci adı karst qıflarıdır. Karst qıfları. Necə olacaqdır? Yerin altıdır. Buradan su keçir. Suyun keçdiyi ərazidə yumşaq suxurlar varsa, o suxurları özü ilə yuyur, aparır. Burada yerin altında bir boşluq yaranır. Təsəvvürləyin, bu bir boşluqdur. Artıq bu boşluqlara nə adı verəcəyik biz? Karst mağarası. Filmlərdə falan da görərsiniz, yerin altında boşluqlarda, hətta çoxunda göl məsələ, içəridə göllər falan da yaranır ki, məhz bu karst mağaralarının olduğunu zonalardır. Dünyanın ən məşhur karst mağaralarına nümunə deyək. ABŞ-da yerləşən Flint Mamont mağarası, Flint Mamont və Sloveniya ərazisində yerləşən Postoyun mağarasını misal göstərə bilərik. Postoyun mağarası misal göstərilə bilər. Mənə elə gəlir ki, yetəri qədər geniş bunun haqqında məlumat verdik. İndi isə keçək, sulardan danışdıq. İndi isə bu suyun donmuş versiyası olan buzlaqlardan danışaq. Buzlaq. Buzlağın dağıdıcı fəaliyyəti adlanacaqdır. Ekzarasiya. Ekzarasiya nəticəsində yaranan relyef formaları bəs nələrdir? Deyəsiniz ki, kar, sirklər, tronk dərəsi. Tronk dərəsinin ikinci bir adı var. Buna təknəvari dərə də deyə bilərik. Testlərdə yəni iki formanı da görəcəksiniz. Təknəvari dərələr. Bu buzun dağıdıcı fəaliyyətidir. Biri də var, buzlağın yaradıcı fəaliyyəti. Buradan da qeyd eləyək. Buzlaq yaradıcısı. Yaradıcı. Yəni, bunun da adı olacaqdır buzlaq akkumulyasiyası. Akkumulyasiya. Akkumulyasiya sözünün mənası zaten bilirsiniz ki, toplama deməkdir. Yaradıcı bir prosesdir akkumulyasiya. Bəs bu buzlağın yaradıcı fəaliyyəti nəticəsində bir relyef forması yaranmalıdır. Biz bunlara nə deyəcəyik? Artıq bunlara deyəcəyik moren təpə, bir də moren tirə. Moren tirəsi. Dünyanın ən məşhur moren tirəsi Finlandiya ərazisində yerləşir. Finlandiya ərazisində yerləşən demək Salpaus Selkaya. Salpaus Selkaya moren tirəsidir. Yaxşı uşaqlar.
Demək, buzlağın yaradıcısına akkumulyasiya dedik. Burada yaranan relyef formaları morin təpələri və tirələri oldu. Ən məşhuru isə Finlandiya ərazisində Salpaus-Selkya morin tirəsidir. Biri də var buzlağın dağıdıcı fəaliyyəti, bu eksorasiya adlandı. Yaranan relyef formaları bölündü. Karlar, sirklər, tronk dərələri və ya ikinci bir adı ilə adlanan təşnəvari dərələrə. Bəzən buzlağın dağıdıcı fəaliyyəti nəticəsində uşaqlar, belə deyək də, qoyun elə bunu burada da qeyd eləyək, fiord tipli sahillər də yaranır. Fiord tipli sahillər. Bu fiord tipli sahillər nə deməkdir? Ensiz, dərin, yamaçları dik və qayalı olan dəniz körfəzləridir. Bu körfəzlərin formalaşması üçün sahilin buzlu vadiləri basması nəticəsində, yəni 4-cü dövr buzlaşması nəticəsində olub bu fiord tipli sahillər. Əsasən biz bunu ölçü olaraq, daha doğrusu materik olaraq bir görə bilərik Şimali Amerikanın ərazisində, bir də görə bilərik Avrasiya materikinin şimal hissələrində. Yəni bu fiord tipli sahillərin formalaşması üçün buz ərazini basır. Artıq buzun əriməsi nəticəsində o buzun yediyi hissələr, daha doğrusu deyək ki, buz həmin ərazini kəsib belə içəriyə doğru girib. O buz yediyi, belə deyək, dağıtdığı hissələrə ensiz, amma dik sıldırımlı yamaçlar yaranır. Buz əriyib suya çevriləndən sonra isə bu həmin ərazi başlayır su ilə dolmağa. Artıq bura deyəcək fiord tipli sahil, fiord. Bunun da ən məşhurunun adını öyrənməliyik. Fiord tipli sahillərin ən məşhuru, Sloveniya deyirəm, ən məşhuru Sogne fiyordu dedik. Ən məşhurunu, indi beynim yandı bax. Deməli, ən məşhuru fiordların Norveçdə yerləşən Sogne fiyordudur. Biraz yorğunçuluğa verin. Sogne fiyordu. Deməli, harada yerləşdi? Dedik ki, Norveç ərazisində yerləşmiş olacaqdır. Bu da belə. Məncə bunu da yetəri qədər ətraflı dedik. Sizin məqsədiniz buradan özünüz üçün müəyyən qeydlər götürməli olmalıdır. Bunu da çıxaq, indi isə danışaq küləklərdən. Külək. Küləyin dağıdıcı fəaliyyəti də vardır. Dağıdıcı. Külək yəni suxurları yonub, parçalayıb, dağıdırsa, bu prosesin adı defilyasiya adlanır. Və yaxud da ki, buna sovurma da deyə bilərsiniz siz. Yəni küləyin sovurucu xüsusiyyətinə defilyasiya deyiləcək. Defilyasiya. Defilyasiya nəticəsində yaranan relyef formaları şahid dağlar adlanır. Şahid dağlar. Yəni həmin o qədər ərazidə o küləklər aktiv olub ki, dağların hündürlüyü tamamilə alçalıbdır. 2000-3000 metr hündürlük qalıb ki, bunlara şahid dağlar deyəcəyik. Şahid dağlar əslində keçən dəfəki mövzumuzda da vurğulamışdıq. Əsasən Afrikada yerləşəcək. Adlarını yenidən deyək ki, qeyd eləməyənlər eləsin. Axaqqar. Bunu Əxəqqar formasında da görə bilərsiniz. Əxəqqar. Darfur. Növbəti Cos platosu. Axaqqar, Darfur. Bir də Tibesti platosu. Tibesti. Həmçinin artıq yenilənmiş 7-ci siniflərin kitablarında Braziliyada olan kəlləqəndləri də görə bilərik şahid dağlar qismində. Braziliya, kəlləqənd. Kəlləqənd niyə deyirik? Çünki bu relyef çox kəllə götürdü. Və yenə Cənubi Amerikada Qvianadan danışacağıq ki, Qviana yaylasında yerləşən tepuilər də buna misal ola bilər, şahid dağları. Bu küləyin dağıdıcı fəaliyyətidir. İndi isə küləyin yaradıcısından danışaq. Külək yaradıcısı, yaradıcı. Bilirik ki, toplama sözünün mənası nədir? Akkumulyasiyadır. Yəni bu küləyin akkumulyasiyasından söhbət edəcək. Akkumulyasiya. Külək akkumulyasiyası nəticəsində isə yaranan relyef yazaq bura. Relyef. Burada yaranan relyef nə idi? Şahid dağlar. Bəs burada yaranan relyef nə olacaq? Deyəcəksiniz ki, duyunlar və barxanlar. Duyunlar və barxanlar. Bunlar nədir? Qum təpələridir. Belə qum təpəsini də ayrıca qeyd edək. Qum təpəsi. Duyunlar və barxanların görünüşlərində müəyyən fərqliliklər olacaqdır. Daha doğrusu ölçülərində. Duyunların ölçüləri daha kiçik olacaq, amma barxanların ölçüləri daha böyük olacaqdır. Hər ikisi nəticə etibarilə aypara formasında olan qum təpəcikləridir. Duyunlar nəyə görə kiçikdir? Burada külək bir neçə istiqamətdən əsir. Külək.
Bir neçə istiqamət yazaq. Bir neçə istiqamət. Amma barxanlarda külək əsasən bir istiqamətdən əsir. Külək bir istiqamət. Yazımın səliqəsizliyinə baxmayaraq siz səsdən diqqətlə qulaq asıb öz qeydlərinizi götürə bilərsiniz. Yorğunçuluqdan səliqəli yaza bilmirəm. Demək, böyüklər dedik, barxanlar adlandı. Külək bir istiqamətdən əsdi. Amma duyunlarda isə külək bir neçə istiqamətdən əsdi. Buna görə də onların forması belədir. Bax, sanki belə gəlir, belə, belə, belə. Amma barxanlar bir istiqamətdə olur bu formada. Bir-birinin ardınca düzülmüş olacaqdır. Bu da bizim küləyimiz. İndi isə baxaq görək nələrimiz qaldı. Onlar haqqında məlumat verək. Məncə belə bir şey qalmadı. Bir konspekt qısaca yazaq ki, sizdən ümumi bir mövzunu dərk eləyəsiniz. Birinci başladıq çaylardan, eləmi? Çayların yuxarıya yazıram bir yaradıcı. Bir də bura yazaq dağıdıcı ki, hər birinin həm yaradıcısı, həm də dağıdıcısı barədə məlumat vermiş olalım. Yaradıcı çayın yaradıcıları nə oldu? Çay gəldi mənsəbdə suxurları topladı, materialları qollara bölündü. Buna nə dedik? Delta dedik. Sonra çay gəldi. Dağdan düzənə çıxan hissədə bütün materialları çökdürdü. Burada nə yaratmış oldu? Deyirik gətirmə, konus formalaşdırmış oldu. Gətirmə, konus. Daha sonra bu gətirmə konus, bu köçürürlər axı. Bunların ümumi adları gedəcəkdə alluvial düzənliklər uşaqlar. Yəni çayın toplaması nəticəsində nə düzənlik forması yaranırsa, bunlara deyirik alluvial düzənlik. İndi isə çayların dağıdıcılığından danışaq. Çay gəldi, qabağına maneə çıxdı, onu keçə bilmədi. Ətrafından döndü, belə deyək də, yer relyefini fərqli istiqamətdə yondu. Burada yaranacaq nə? Əyri-üyrü çay dərələri. Buna deyəcəyik meandr. Daha sonra çaylar dedik, dağ çayıdırsa, bərk suxurlardırsa V şəkilli dərə. Əgər dağ çayı, amma yumşaq suxurlardırsa, kanyonvari dərə yarandı. Kanyonvari dərələr. Və yaxud da çaylar Astana və şəlalə yaradır ki, şəlalə, bunlar da çayın dağıdıcısıdır. Astanalar necə formalaşacaq uşaqlar? Bu çaydır, gəldi. Çay yatağında bəzi hissələrdə möhkəm suxurlar olur. Çay yuya-yuya gəlir, amma bu möhkəm suxura çatanda onu yuyub apara bilmir. Ona görə bura çatanda çayın sürəti biraz zəifləyir. Ora deyəcək astana. Yadımızda saxlayaq ki, bir çayda nə qədər çox astana varsa, onun gəmiçilik əhəmiyyəti bir o qədər aşağı düşmüş olur. Çünki astanalar mane olur gəmiçiliyə. Bu bizim çaylarımız. İndi isə keçək buzlaq. Buzlaqların yaradıcısı nəticəsində dedik morenin iki formasını görürük. Moren təpə, bir də moren tirəsi gördük. Ən məşhurunun da adını dedik ki, Finlandiyada Salpaus Selkyadır. Bəs dağıdıcısı nə idi? Yəni ekzarasiya, kar, bir rılı, sirklər, sirk və trunk dərələri. Trunk dərə və yaxud da buna dedik ki, təşnəvari dərə sözü də görə bilərik. Buzlaqlarda belə. Daha sonra külək. Küləyin yaradıcısı. Birinci yaradıcıdan danışaq. Duyunlar və barxan. Duyun, barxan, qum təpələri. Təpəsi, qum təpəsi. Amma dağıdıcısı adlandı şahid dağ. Və həmçinin uşaqlar bu dağıdıcı prosesin adını da dedik də, defilyasiya, yadımızda saxlayaq, yəni sovurma. Bu da belə. Müvəqqəti axarlardan danışaq. Müvəqqəti axar. Müvəqqəti axar. Çox gözəl yazıram. Müvəqqəti axar. Birinci yaradıcısını deyək. Müvəqqəti axarın yaradıcısı. İndi bunu deyək də. Baxın, burada müvəqqəti axar nədir? Sellər deməkdir. Çay daimi axan
bir belə deyək də su formasıdır. Amma sellər, yəni daşqınlar dövründə yaranan bir axar formasıdır. Çaylar yaradırsa buna deyirik allüvial düzənlik. Amma müvəqqəti axar, yəni sel yaradıbsa həmin düzənliyə, buna deyəcəyik proallüvial düzənlik. Proallüvial. Bu gün telefon alırıq, bir neçə müddətdən sonra onun prosu çıxır, eləmi? Çay sadə material gətirdi, çöşdürdü. Buna deyirik allüvial. Amma sel daha üstündə axı, daha güclüdür axı. Onun gətirib çöşdürdüyünə artıq deyəcək pro, telefonun prosu. Bu da düzənliyin prosu olacaq, proallüvial. Bir də müvəqqəti axarın dağıdıcılarından bayaq dedik ki, nələr dağıdaraq formalaşdırır. Həmin ərazidə dedik birinci mərhələdə şırım, yadınızdadırsa, ikinci mərhələdə yarğan adı çəkdik, üçüncü mərhələdə artıq dedik qovuya çevrilir. Qobu və ümumi bu zonanın adları gedib wetland, yəni istifadəyə, əkinçiliyə yararsız olan torpaqlar. Qısaca desək, arid denudasyon relyef formaları. Arid denudasyon. Denudasyon. Bu qədər uşaqlar. Ümid edirəm ki, hər biriniz üçün faydalı olmuş olar bu video. Eksogen relyef formaları bu qədər idi. Qeydləri tutsanız, demək olar ki, test formalarının hər birini rahat işləyə bilərsiniz. Sağ olun.